Salam, malyar qatlığa aid maraqlı bir məsələyə baxaq. Deməli, həcmi 1 litr olan maqnezium inoç məhlulu bizdə var. Lakin məhlulun biz qatılığını bilmirik, sadəcə həcmini bilirik. Və həmin məhlulun üzərinə natrium inoç digər ikinci məhlul əlavə edildi. Natrium inoçun isə nə həcmini bilirik, nə də qatılığını. Və əlavə ediləndən sonra məhlulda olan ionların qatılıqları artıq qrafikdə göstərilib ki, inoç əvvəlcə qatılığı 2 idi. Natrium inoç əlavə ediləndən sonra da qatılıq dəyişmədi, 2 olaraq qaldı. Əvvəlcə maqnezium ionunun qatılığı 1 idi. Natrium inoç əlavə ediləndən sonra qatılıq oldu 0,25. Əlavə edilmiş natrium inoç məhlulunun həcmini və malyar qatılığını bizdən soruşur. Gəlin əvvəlcə baxaq görək maqnezium inoçun həcmini bizə verilib, amma qatılığını verilməyib. Gəlin baxaq görək o maqnezium inoçun qatılığı, birinci məhlulun qatılığı nə qədərdir? Deməli, belə yazaq. Maqnezium inoç məhlulu var. 2 məhlulumuzu qeyd edək. Topluda bu tipdə sual var, amma belə qrafik şəklində deyil. Natrium inoç. Deməli, bu məhlulun həcmi var. Amma bu V1 deyək. V2 amma bilinmir. Yəni X bilinmir. Bu məhlulun qatılığı yoxdur. Gəlin bu məhlulun qatılığını tapaq. Deməli, maqnezium ionuna baxaq. Deməli, maqnezium ionunun qatılığı əslində bu verilib. Baxın, qrafikə görə verilib. Baxın, verilib 1. Deməli, bu C1 1 imiş qatılığı. Çünki maqnezium əgər ionun qatılığı əvvəlcə 1 idisə, yəni əvvəlcə 1 idi. Deməli, bu məhlulun qatılığı da elə 1 imiş də bunu tapdıq. İndi maqnezium inoçla natrium inoçu qarışdırandan sonra maqnezium qatlığı olub artıq malyar qatlıq 0,25. Ona uyğun olaraq biz ikinci məhlulun həcmini tapa bilərik. Yadda saxlayaq ki, 2 dənə məhlullar qarışan zaman baxıram ki, məsələn, maqnezium qatlığını tapırıq. Maqnezium qatlığı nə deməkdir? Yəni bizə nə verib? Yəni 0,25 nəyə bərabərdir? 2 məhlul qarışarsa. Baxırıq. Maqnezium birinci məhlulda var idi, amma ikinci məhlulda, baxın, maqnezium, yəni əlavə edilən məhlulda maqnezium yoxdur. Ona görə maqnezium ilə birinci məhlulda olan nə edirik? Birinci məhlulun qatılığını yazıram, yəni 1. Vururam birinci məhlulun həcmini yazıram, vururam birinci məhluldakı maqneziumun sayına, yəni ki, indeksinə də, belə deyək, maqnezium 1-dir. Yəni hər birləri yazıram ki, tam aydın olsun. Və baxıram, əgər misal üçün, ikinci məhlulda maqnezium olsaydı, üstə gəlib, ikinci məhuldakı maqneziumun da qatılığının həcmini yazardım. Yəni, yoxdur maqnezium ikinci məhlul, ona görə yazırım. Ancaq aşağıya isə biz hər iki məhlulda olan həcmləri cəmi yazmalıyıq mütləq şəkildə. Birinci məhlulun həcmi 1 litr idi, ikincinin həcmini amma mən bilmirəm, V2 yazıram. Yəni, ion ikincidə oldu, olmadı, yəni həcmlər cəmi həmişə aşağıda o yazılmalıdır. Və burada mən də V2-ni tapıram, 3 litr. Deməli, artıq biz X-i tapdıq 3 litr. Deməli, bizim ikinci məhlulun həcmi də 3 litrdir. Bunu da tapdıqmı? İndi keçək, ikinci məhlulun həcmini artıq tapdıq. 3, D, Y arasında qalır. İndi qatılığını tapmaq lazımdır bizə. Bu da bizə kömək edəcək NO3-lə. NO3 vasitəsilə tapacaq ikinci məhlulun, daha doğrusu NO3-ün qatılığını, natrium inoç, yəni ikinci məhlulun qatılığını. CNO3, yəni eyni qayda ilə bərabərdir. Yəni 2 bərabərdir. Baxırıq ki, baxın, necə bayaq dedim ya, maqnezium bir yerdədir. Baxıram, amma NO3 2 yerdədir. Ona görə də NO3-i necə yazacaq? Birinci məhlulda NO3-ün həcmini vururam qatılığına. Vururuq sayına 2. Baxıram, 2-də də NO3 var, ona görə üstə gəlirəm, davam edirəm. Burada yazmadım, çünki yox idi maqnezium orada. İkinci məhlulun həcmini vururam NO3-ün sayına, NO3 bir dənədir. Qatılıq artıq C2 bilinmir. Elə biz onu tapmalıyıq da. Buna da yazıram C2 və yaxud X yazırıq, belə işarə. Aşağı isə yenə deyirəm, həcmləri cəmi. Artıq birinci məhlulun həcmi 1-dir. İkincinin artıq tapmışıq, axı, oldu 3. Yəni, 8 bərabərdir. 2 üstə gələk. 3C2. 6 bərabər 3C2. C2 də bərabərdir 2. Deməli, cavab D variantı olacaq. Əslində, sadəli sayıcılığı mən izah elə tam aydın olsun deyə, yəni həmişə bu tipdə sualları iki məhlul qarışanda qatlıqları baxın bu yolla tapırıq.